Allahın sifətləri. Allahın kəlamı, Allahın qüdrəti və ona xas bütün xüsusiyyətlər və sifətlər kamildir və yaradılmamışdır. Onlar əbədidir. Onların əvvəli və axırı yoxdur. Onlar həmişə olub və olacaqlar. Bizim Rəbbimizin heç vaxt naqisliyi olmayıb və ola da bilməz. O kamildir. Onun sifətləri kamildir və yaratdıqlarının sifətlərinə bənzəmir. Ona görə insan əqli onu təsəvvür etmək iqtidarında deyil. O, elmi ilə öz yaratdıqlarına yaxındır və ona dua etdikdə onların dualarına cavab verir. Eyni zamanda o, öz ucalığı ilə onlardan uzaqdır. Ona çatmaq və ya ona zərər vermək mümkün deyil. O, öz ərşinin üzərinə yüksəlmiş və yaratdıqları ilə qarışmamışdır. O, həmişə var olmuşdur, mövcuddur və həmişə var olacaq. İmam Əl-Muzəni, Şərh-ü Sünnə Risaləsi 39.